Artıq yay gəlir və ümid edirəm ki, tələbat olan məhsullar sırasında birinci növbədə günəşdən qoruyucu vasitələrdir. Məndə 4 krem, 1 sprey və 1 də stik olmaq şərti ilə 6 günəş qoruyucu vasitə var. Bunları sizlə yorumlamaq istəyirəm, hansını yenidən alaram və ya almaram. Bu arada bu sıralamanın bəyənib bəyənməməklə əlaqəsi yoxdur. Sadəcə hərəsi haqqında fikirlərimi bildirəcəm. Birinci növbədə Beauty of Johnson markasından belə bir günəş kremi var. Su bazlıdır və aşırı çox bəyənirəm. Əsla ağırlıq yaratmır. Çox gözəl yayılır. Yenidən alaram. İkinci növbədə Home-dan belə bir günəş kremi var. Birinci göstərdiyim, yəni Beauty of Johnson-a nisbətdə bu ondan daha ağırdır, amma yenə də bunu çox bəyənirəm. 3-4 qutu bitirmişəmsə, demək ki, alaram. Daha sonra James Solution-dan belə bir sprey formasında günəş qoruyucu vasitə var. Heç bəyənmədim. Bəlkə qoruyuculuğu yaxşı ola bilər, amma üzdə belə yapışqan effekt verir və qoxusu da çox pis. Yenidən alarammı? Yox. Ən bəyəndiklərim sırasında Cosrx-dan bu günəş kremi də gəlir. Sadəcə olaraq bunun tərkibində lime, limon kimi bir təxmini qoxu gəldiyi üçün o qoxunu sevmirəm, amma teksturasına bayılıram və sonra üzdə verdiyi parlaqlıq. Məsələn, bu yapışqan bir parlaqlıq verir, amma bunun verdiyi parlaqlıq möhtəşəmdir, həm də çox gözəl qoruduğuna əminəm. Bunu bitən kimi yeniləməyi düşünürəm. Daha sonra Pure'dən matlaşdırıcı effekt verən bu günəş kremi var. Bunu da çox sevirəm, amma niyəsə mən günəş kreminin belə yağ kimi yayılmağını istəyirəm. Ona görə bunu çox da tərcih etmirəm. Amma üzdə narahat bir his buraxırmı? Yox, yenidən almaq olar. T bölgəniz əgər çox yağlıdırsa bunu tərcih edə bilərsiniz. Mən digərlərindən də idarə edə bilirəm. Ona görə bunu yenidən almaram deyə düşünürəm. Daha sonra belə stik formasında bir günəş qoruyucu vasitə var. Stik olması əslində çox yaxşıdır. Hər yerdə yeniləmək olar, amma bunu bəyəndimmi? Yox. Bu arada Arzum Beauty-dan almışam. Həm qoxusunu heç sevmədim. Çox narahat edici bir qoxusu var. Bilmirəm, bəlkə kimsə sevər. Adı da Sisa ya da düz oxuyuramı bilmirəm. Sunstick belə gedir. Və bir də üzdə buraxdığı yağlı hissi heç sevmədim. Sanki yapışqan və yağlıdır. Yəni ona görə də bunu tərcih eləmərəm, amma stik olan başqa məhsulları yoxlamaq istəyirəm. Əgər sizin tövsiyəniz olan hansısa stik məhsul varsa və sprey formasında, onu da başqa birinə dəyişmək istəyirəm. Siz mənə tövsiyələrinizi yazın və ümumi günəş kremləri haqqında yeni bir fikriniz, yeni bir məhsullar sınamağımı istəyirsinizsə və yaxud da sınayıb bəyəndiyiniz məhsul varsa mənə yazın. Fikirlərinizi gözləyirəm. Sağ olun.